Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hədisdə: "Əkməlul mu'minina imanan əhsanuhum xuluqan." Möminlərin imanda ən kamil olanı, əxlaqı ən gözəl olandır. İbn Qayyim rahimehullah buyurur ki, kimin əxlaqı gözəldirsə, onun dini daha gözəldir. Həqiqətən də belədir. Buyurur ki, rahimehullah, kimin əxlaqı nə qədər gözəldirsə, onun dini bir o qədər kamildir. Yəni, səndən gözəldir, məsələn, kiminsə əxlaqı, bir günən ki, onun dini də səndən üstündür, kamildir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Əkməlül mu'mininə imanən. İmanda ən kamil olan möminlər əhsanuhum xuluqan. Əxlaqı ən gözəldir. Əxlaqı gözəldirsə, imanı sənin imanından kamildir. O qədər çalışmalıyıq hər birimiz. Əxlaqımızı gözəlləşdirək. Əxlaq Allahın öz Peyğəmbərini Quran-ı Kərimdə tərifləməsidir. Allah Teala buyurur ki, Qələm surəsi 4-cü ayədə Muhammed sallallahu aleyhi ve sellemə innəkə lə'alə xuluqin azim. Həqiqətən də sən gözəl əxlaq üzərindəsən. Elm əhli bu ayə barədə bəzi təfsirçilər buyururlar ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sanki insan xilqətindən çıxıb tamamilə Quran-ı Kərimin içinə köçmüşdü. Quran-ı Kərimin içinə köçmüşdü. Ona görə Ayşə anamızdan soruşanda ki, Muhammed sallallahu aleyhi ve sellemin əxlaqı necə idi, nə idi? O deyirdi ki, xuluquhul Qur'an. Onun əxlaqı Qur'an idi. Sanki bir diri Qur'an idi, yer üzərində gəzirdi. Allahumma salli ala Muhammedin və ala ali Muhammed.